Salam, bu videoda siz istənilən faylı PDF-yə çevirməyi, PDF-ni istənilən fayla çevirməyi öyrənəcəksiniz. Bunun üçün Google Chrome-a daxil oluruq. I love PDF yazırıq. Qarşımıza çıxan ilk sayta daxil oluruq. Deməli, burada siz aydın şəkildə görəcəksiniz ki, hər birinin funksiyası üzərində yazılıb. PDF-ləri birləşdirə, PDF-ləri bölə, hətta Word sənədlərini PDF-yə çevirə bilərik, PowerPoint slaydlarını PDF-yə çevirə bilərik. Lakin bugünkü mövzumuza əsasən şəkilləri PDF-yə çevirməyi sizə göstərəcəm. Kompüterimizin yaddaşından biz şəkilləri seçirik ilk öncə. Nümunə olaraq bir şəkili seçəcəyik. Daha sonra istəsək, şəkillərin sayını çoxaltmaq istəsək, üstəgəlin üzərinə vuraraq yeni şəkil götürə bilərik. Hal-hazırda nümunə olduğu üçün mən 2 şəkildən PDF-ə çevirdim, PDF-ə düzəltdim və PDF-ni yükləyirəm. Artıq PDF-imiz hazırdır, kompüterimizin yaddaşına yükləndi.